kanalımın əziz izləyiciləri, bugün sizlərə birinci hissə 2025-ci il test toplusundan elektroliz bölməsi yeni əlavə edilmiş 74 nömrəli sualın izahını verəcəm. Deməli, deyir ki, etiketləri pozulmuş müxtəlif reaktiv qablarda amonium xlorid, amonium bromid, natrium xlor və natrium brom duzları var. Laboratoriya dərsində deyir müəllim şagirdə hansı qabda hansı duzun olduğunu müəyyənləşdirmək üçün tapşırıq verir. Şagird aşağıdakı hansı reaktivlərdən istifadə etməklə tapşırığı icra edə bilər? İlk öncə biz bura baxırıq. Biz nə edə bilərik? Fikir verirsinizsə bütün reaktivlərdə xlor, brom bunlar var. Mən bunları, ionları çöktürə bilərəm. Nə ilə? Gümüş ilə. Bir də baxıram ki, amoniumun duzları var. Onlar isə qələvi ilə reaksiya apararaq amoniak qazını çıxara bilərəm. Deməli, gəlin ilk öncə mən hər bir qabın içərisinə hər bir maddəni ayrı-ayrılıqda gümüş nitrat ilə reaksiya aparım. Məsələn, yazıram NH4 xlor, üzərinə gəlinsin argentium nitrat. Buradan argentium xlorid, yəni gümüş xlorid, üstə gəlinsin NH4, NO3 duzunu əldə edərəm. Sonra yenə natrium xlorid olan qabın içərisinə də gümüş nitrat əlavə edərəm. Buradan alaram gümüş xlorid, üstə gəlinsin natrium nitrat. Sonra keçirəm NH4 bromid, üzərinə gəlinsin deməli argentium nitrat. Alınacaq buradan deməli argentium bromid və amonium nitrat. Növbəti keçirəm natrium bromidin üzərinə gəlirəm gümüş nitrat. Alınır buradan gümüş bromid plus deməli natrium NO3. Deyəcəksiniz, bunları niyə yan-yana yazdım? Mən birincisi ilk öncə burada aldığım bu çöküntülər yoxdurmu? Həmin bax bu çöküntülər, deməli ağ rəngli çöküntülərdir. Gümüş xloridlər ağ rəngli çöküntülərdir. Bu gümüş bromid isə sarımtıl rəngli çöküntüdür. Üzərlərindən qeyd edim. Ağ rəngli çöküntü. Bunlar isə sarımtıl. Deyəcəm ki, bəs mən iki qabın ikisində nə alındı? Sarımtıl çöküntü, iki qabda ağ rəngli çöküntü. Bəs mən indi necə biləcəm bunun içində amonium xloriddir, yoxsa natrium xloriddir? Bu səfər də əlavə edəcəm hər bir qaba natrium hidroksid. Hansı ki, bu iki qabdan birinə natrium hidroksid əlavə etdikdə biz bilməliyik ki, amoniumun duzları qələvi ilə reaksiyaya girdikdə kəskin iyili qazı olan amoniak qazı çıxmalıdır. Mən qaba baxıram. Ağ rəngli çöküntü var. Plusdakı amoniak qazı çıxıb kəskin iyili qaz. Deməli biləcəm ki, orada nə var imiş? Amonium xlorid. Hansı ki qabda ağ rəngli çöküntü var, amma amonium qazı çıxmayıb. Deməli onda biləcəm natrium bromid var. Sonra keçirəm sarımtıl çöküntülər alınan qablara. Bu qablara da eyni ilə qələvə əlavə edirəm. Hansı ki sarımtıl rəngli çöküntü var. Plus amoniak qazı da ayrılıb. Deməli o zaman burada gümüş bromid, amonium bromid var imiş. Hansında ki yalnız sarımtıl çöküntü var, kəskin iyili qaz ayrılmadı. Deməli natrium bromid var. Bu şəkildə deməli maddələri bir-birindən fərqləndirmək olar. Və burada da cavabımız olacaqdır 1 və 2.